Xocavənd rayon Qaradağlı kənd sakini 2 oğlunu şəhid verən İslam Dadaşov vəfat edib. 1-ci Qarabağ müharibəsi veteranı olan İslam Dadaşov yaşadığı Xocavənd rayon Qırmızı Bazar qəsəbəsində dünyasını dəyişib. Mərhum doğulduğu rayonda dəfn edilib. Qeyd edək ki, 1992-ci ildə məcburi köçkün kimi Mingəçevirə məskunlaşmış İslam Dadaşov və ailə üzvləri bir müddət əvvəl Xocavəndə köçmüşdü. Ötən ilin sentyabrında Prezident İlham Əliyev Qırmızı Bazarda olarkən İslam Dadaşovun evində olmuş, onunla söhbət etmişdi. Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, Mercedes markalı avtomobil idarə etmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb. İlkin məlumata görə qəzada 9 yaşlı, 14 yaşlı və daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.